Hər birinizi salamlayıram, videomuza xoş gəlmisiniz. Deməli, bir neçə gün bundan qabaq post paylaşmışdım ki, sual-cavab videosu çəkmək istəyirəm. Siz də suallarınızı yazdınız. Axır ki, mən də sual-cavab videosu çəkdim. Əslində kanalımızda var, 1000 abunəyə özəl çəkmişdim. İndi də elə paputu beynimə düşdü ki, bir dənə sual-cavab videosu çəkməliyəm. Yəni neçə vaxtdır çəkmirəm. Davamını istəyirsinizsə videoya like atıb aşağıdan kanalımıza abunə olmağı yaddan çıxarmayın. Yəni kanalıma abunə olsanız sevinərəm. Videoda da səsləndirmişdim, bir video çəkmişdim. Onda da səsləndirmişdim ki, suallarınızı yazın. Videoda da yazan oldu, post bölməsində də yazan oldu. Hamısını səsləndirirəm. Necə qərar verdin ki, mən YouTube-a başlayacağam? Mən necə qərar verdim? Mən əvvəllər əslində YouTuberləri çox izləyirdim. Həqiqətən TikToka baxmırdım. Yəni TikToka marağım yox idi. Ancaq YouTube-a baxırdım ki, görürdüm ki, cəmaət qəşəng videolar çəkir də, bomba videolar çəkir falan. Onda bəzi tanış falan oldu. Onlarla yəni dostum belə deyim, danışdım, dedi başda, nə bilim nə. Əslində dostum məndən qabaq başlamışdı. Abunəsi az idi burası. Mən də başladım, dağıtdım da yəni. İlk zamanlar partlayış idi. Bacım və ya qardaşım var. Sola var bir dənə. Ən azından əziyyət çəkib sual yazmısan. Nəysə. Gələcəkdə sənə hansı şirkət tərəfindən reklam gəlməsini istəyirsən? Mənə gələcəkdə hansı şirkət tərəfindən reklam gəlsin? Hələ fikirləşməmişəm. Mən qumardan başqa nə olsa qəbul eləyərəm. Qumar istəmirəm, bilirsiniz necə yəni. İzlənmələr düşəcək. Mən niyə görə qumar reklam eləyim ki? Ən yaxşısı məsəl üçün Bizon, Hel falan onları reklam eləyərəm. Kollecdə nə üzrə oxuyursan? Fermer. Aqrar fermer təsərrüfatının təşkili. Əsl adın nədir? Mənim əsl adımla bağlı kompleks yaşadığım üçün əsl adımı deməyə belə xoşlamıram yəni. Mənə Eko deyə bilərsiniz, sadəcə Eko. Belə adımla Eko'nun çox əlaqəsi yoxdur, amma Eko ürəyimi oyatır yəni mənim. Çox utandığım bir şey olub görəsən. Olub, amma yadımda deyil də nə olub. Uşaq vaxtı məktəbə çəkmə yemişdim. Orada çox utanmışdım, müəllim ayaqlarıma baxırdı. Özüm biraz qəribə hiss elədim açığı. Nəysə, harda yaşayırsan? Mən Qubada yaşayıram. Nifrət etdiyim bir tarix var? Xeyr, yoxdur. Ən sevdiyin yemək? Yarpaq dolması. Kələm dolması pis, adam boğazında qalır. Kələmi. Ən sevmədiyin YouTuber bizdən. Ən sevmədiyim YouTuber yoxdur. Bütün YouTuberlər yəni özünə görə bir YouTuberdir. İzlədiyim YouTuberlər var belə Azərbaycanda. Çox qəşəng videolar çəkirlər. Şəxsən bütün YouTuberlər məndən qəşəng videolar çəkir. Bunu hamı çox qəşəng bilir. Səbəb mənim otaq şəraitim yəni uyğun deyil. İndiki zamanı ilə tam uyğunlaşmır, belə deyim. Biraz otaqda da belə kompleks yaşayıram. Hətta ilklərdə utandığımdan danışa bilmirdim. İlk videolarıma baxarsınız yəqin ki. Fərəc yoxsa İlkin Feyziyev. İkisi də mənim üçün çox möhtəşəm YouTuberdir. İkisi də biri-birindən qəşəng videolar çəkir. İlkin Feyziyev də qəşəng çəkir, Fərəc də çox qəşəng çəkir. Yəni ikisi də yəni eynidir mənim üçün. Yəni Fərəcdən örnək alıb videoları çəkirəm. Yəni reaksiya videolardır, belə deyim. Fərəc. Burada İlkin Feyziyev, yəni İlkin Feyziyev pis demədim ha. İlkin Feyziyev çox qəşəng YouTuberdir. Həqiqətən qəşəng videolar çəkir. Yəni ikisinin arasında mən ayrı seçkilik eləmirəm. İkisi də çox qəşəng YouTuberdir. Məncə münaqişələrə son vermək lazımdır. Ev vlogu yox, hara getdim. Hobbilərim və fobilərim var. Hobbim video çəkməyi daha çox sevirəm. Fobi də ki, hündürlükdən bir də sudan qorxuram. Ev vlogu gələcək. Deyə ev vlogu, hazır vlog kimi bir şeydir. 11-ci sinifdə oxuyursan? Yox, kollecdə oxuyuram. Və hansı ixtisas seçmək istəyirsən? Neçinci qrupsan? Qrupla falan çox maraqlanmamışam. Belə kursu soruşursansa ikinci kursan. Kollec tələbəsiyəm. Peşman olduğun anın. Peşman olduğum kimisə qəlbinə dəyəndə biraz peşmançılıq yaşayıram. Pis oluram, həqiqətən belə deyim. Sevdiyim var və ya olub, indi yoxdur amma olub, çox olub. Sənin üçün önəmli bir tarix var. Mənim üçün önəmli bir tarix YouTube'a başlamağım olub. O da ki, önəmli tarixdir amma mənim yadımda qalmayıb. Onu bilirəm ki, mənim üçün ən önəmli tarix odur. Cristiano Ronaldo yoxsa Lionel Messi? Səhv getdi nəsə. Ronaldo nömrə 1-dir. İndiyədək neçə danışdığım olub? Oynayalım bir 200-300 dən olar. Zarafat eləmə, olmayıb. Heç demirsən ki, kaş bunu belə etməsəydim. Kiminsə qəlbini qıranda, sonra da demişəm ki, niyə görə elə etmişəm? Salam, YouTube'dan gəlirim var. Var, amma çox az bir miqdardadır.
Mən də bunu gəlir üçün etmirəm. Mən bunu gəlir üçün etsəydim indi YouTube-a son vermiş olardım. Çünki YouTube-da gəlir yoxdur, belə deyim. O da böyük YouTuberlər qazanır. Aylıq kanalına nə qədər yığılır? Aylıq kanalına nə qədər yığılır? Aylıq çox az bir miqdarda yığılır. Yəni qədərini deyəcəm, hardasa heç 10 manat yoxdur, heç 5 manat da yoxdur, belə deyim. Harda yaşayırsan? Qubada. Məqsədin YouTube-da nədir? Qabağıma çox məqsəd qoymamışam YouTube-da. Sadəcə irəliləyirəm, video paylaşıram. Sevilmək, belə deyim. Hər birinizə təşəkkür edirəm sualları yazdığınız üçün. Mən dedim sual verən olmayacaq, qalacam elə-belə. Ən sevdiyim maşın. Mənim ən sevdiyim maşın 07. 07-yə çatan yoxdur. BMW də sevirəm amma. Ancaq 07 mənim üçün tam başqadır. Neçə yaşım var? İşləyirsən? Neçə yaşım var? Mənim 16 yaşım var. 17 olacaq. Hardasa hələ 17 olmağa çox var əslində. İşləyirsən? Yox, işləmirəm, oxuyuram. Haralısan? Quba. Serial izləyirsənmi? İzləyirsənsə hansıları? Serial yox. Yəqin ki Azərbaycan seriallarını nəzərdə tutursan. Yox, Azərbaycan seriallarını ya da filmlərini falan heç izləmirəm, sevmirəm izləməyi. Ən sevdiyim film Kurtlar Vadisi. Azərbaycanda yoxdur. Azərbaycanda heç bir filmi izləmirəm. Suallar elə qabaqdadır. Əsl adımı çox soruşanlar var. Ən sevdiyim dostun. Ən sevdiyim dostum, mənim bir dənə dostum var. Mənim bu vaxta kimi yəni dost dediklərim mənə dost olmayıb ümumiyyətlə. Kollecə getdim, orada çox dostum oldu, belə deyim. Sonradan hamısı rədd oldu, getdi. Rədd oldu, getdi deyəndə ki, mənim əlaqələri kəsildi, bilmirəm nəyə görə. Məsələn, mənim qəsdi qərəzizləri var. Belə Mirzə mənə dəstək oldu. Mirzə mənə çox yaxınçılıq elədi. Onda kanalına baxa bilərsiniz. Yəni həmişə məni dəstəklədi də, belə deyim. Ən çox xoşbəxt olduğum gün nə olur? Ən çox xoşbəxt olduğum gün YouTube-a başladığım gün oldu. O ilk videomu çəkmişdim. Yadımda hələ də. Videonu çörək qabıya sökətib çəkmişdim belə. YouTube buraxmaq fikrim var. Əlbəttə ki, xeyr. Nəyə görə YouTube buraxım? Hər gün video çəkirəm, əziyyət çəkirəm. Siz də əziyyət çəkib dən like atsanız sevinərəm həqiqətən. Yox, YouTube-a heç buraxmaq fikrim yoxdur. Əgər telefonumun başına bir hadisə gəlməsə, mən videoları davamlı olaraq paylaşacağam. Ən sevdiyim rəng. Ən sevdiyim rəng. Rəngləri hamısını sevirəm, amma qırmızı mənim üçün biraz üstün kimidir. Sualım da budur ki, əsl adına, nə qədər əsl adını soruşam bu. YouTuber olmaq üçün ən çox nəyə fikir vermək lazımdır? Adım görülməsin, sevilirsən. Siz də sevilirsiniz. Yenə də deyirəm, sual yazdığınız üçün hər birinizə təşəkkür edirəm. Mən gözləmirdim, yəni bu qədər sual gələr. Çünki ilk sual-cavab videomda çox sualları özümə vermişdim. Nə cür? Ayrı bir kanal açmışdım. Özümə sual verirdim orada, sonra özüm də cavablayırdım. Yəni YouTuber olmaq üçün nəyə ən çox fikir vermək lazımdır? YouTuber olmaq üçün ən çox nəyə fikir vermək lazımdır? Mən YouTuber deyiləm, bunu dəqiq deyə bilmərəm. Nə olsun hər gün video atıram. Mən də bu sualı YouTuberlərə verərdim. Məncə mən öz fikrimcə deyirəm, davamlılıq olmalıdır. Yəni belə otaq şəraiti falan önəmli olmasa da davamlılıq olmalıdır. Çünki türk YouTuberlər belə pis yerdə çəkiblər. Əsas davamlılıqdır. Yəni hər gün video atıblar, sonra məqsədlərinə çatıblar. Salam, necəsən qaqa? Sağ ol, yaxşıyam. Siz necəsiz? YouTube-dan pul qazanırsan, az miqdarda bayaq səsləndirdim. Bürcün nədir? Bürcün qoç. Maşın sürə bilirsənmi? Bir dəfə yoxlamışam, o da ki, sürə bilməmişəm, yəni belə deyim. Öyrənsəm sürərəm məncə. Axır ki, suallarımız bitdi. Bir sual-cavab videosunun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videomuza like atıb kanala abunə olmağı unutmayın. İstəyirəm sual-cavab videosu çəksə... Yenə çaşdım. İstəyirəm sual-cavab videosu tez-tez çəkim. Əgər sual-cavab videosunun tez-tez gəlməyini istəyirsə, şərhlərdə öz fikrinizi bildirin. Bir də kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidilə. Sağ olun, sevilirsiniz.